Yaz ayı gəlir, bağda görüləcək işlərin ardıcıllığı haqqında danışmaq istəyirəm. Əgər maraqlıdırsa, mənimlə qalın, kanalı dəyişməyin, biz başlayaq. Salam bağbanlar və bağ həvəskarları, hər birinizi salamlayıram. Qış bitir, fevral bitdi, mart ayı gəlir, yaz gəlir. Bəs bağda hansı işlər görmək lazımdır? Bu barədə danışmaq istəyirəm. Gəlin başlayaq. Birincisi, əgər payızda və yaxud da indiyənə qədər ağaclarınızda budama əməliyyatı aparmamısınızsa, o zaman budama əməliyyatı aparırsınız. Yox, budama eləmisinizsə, qışı çıxandan sonra ağaclarınızda, budaqlarında hər hansı birində quruma və yaxud da qırılma görürsünüzsə, onları bağ qayçısı ilə kəsirsiniz. Bu birinci əməliyyat oldu. Deməli, bağınızdakı ağacları budamaq və yaxud da qışdan çıxdıqdan sonra zədələnmiş budaqları kəsmək. Bu birincisi. İkincisi, kəsdikdən sonra, ağacınızı budadıqdan sonra ağaclarınızı mütləq şəkildə göbələk əleyhinə dərmanlamaq lazımdır. Bunun bir neçə səbəbi var, ikisini deyim. Birincisi, kəsdiyiniz yerdən yaz gəlir, oyanmaqda olan göbələk xəstəliklərinin sporu keçib ağacı zədələməsinlər, ağaca xəstəlik salmasınlar. Bu birinci səbəb. İkinci səbəb isə ağaclarınızın qabığında və yaxud da yerdə yarpaqların arasında gizlənmiş və yaxud da ağacınızın üstündə keçən ildən qalan meyvələrdə göbələk xəstəliklərinin sporunu məhv etmək üçün mütləq şəkildə funqisitlərdən istifadə eləyirsiniz. Mən burada 2 dənə funqisit götürmüşəm. Biri bildiyiniz bordodur, göydaşla əhəngin qarışığıdır. Onu hamı bilir. İkincisi də tərkibi kaptan 50% olan Star Kaptan 50% dərmanıdır. Bunlar göbələk xəstəliklərinə qarşı istifadə olunur. Onları deyim nədir? Tutam ki, elə Star Kaptan olsun. Daha yaxından sizə göstərəcəm. Şəklini əlavə eləyəcəm. Yarpaqların üzərində ləkələr. Sarı ləkə olsun, qara ləkə olsun, sonra üzümün çürüməsi olsun, sonra alma armudda üstündə fikir verməsinizsə qabıq olur. O barədə bir videoda çəkib paylaşmışam. Onlar olsun, sonra unlu şey xəstəliyi olsun, manalyoz olsun. Baxın, bunlara qarşı Star Kaptandan istifadə eləyə bilərsiniz. Star Kaptan olmasın, olsun tərkibi kaptan, yəni əsas ana maddəsi kaptandır. Ondan da istifadə eləyə bilərsiniz. Nəyin üzərində kaptan yazılıbsa. İstifadə qaydası profilaktika üçün istifadə eləyirsinizsə, o zaman 10 qramı 10 litr suya kifayət eləyir. Yox, əgər keçən ildən siz görürdünüzsə ki, sizin ağaclarınızın üzərində, yarpaqlarında bu sadaladığım xəstəliklər var, o zaman 20-30 qramını 10 litr suya istifadə eləyirsiniz. Mütləq şəkildə ya səhər, ya axşam belə buludlu havada yox. Çünki yağış yağma ehtimalı var. Belə buludlu havada eləmirsiniz. Normal bir 3-4 gün günəşli olacaq bir günlərin birində onu istifadə eləyə bilərsiniz. Bordonu necə istifadə edirsiniz? Bordo 200 qramını 10 litr suya qarışdırıb yenə bunu ya səhər, ya axşam günəşin tam çıxdığı bir vaxtda günorta vurmaq olmaz. Və əsas şərtlərdən biri heç olmasa bir 3-4 gün günəşli hava olsun, yağış olmasın. Bu ikinci səbəbi idi, ikinci görüləcək iş idi funqisit. Funqisitlər haqqında, yəni göbələk xəstəliklərinə qarşı. Bu ikinin birini deyim. Əgər sizin keçən il ağaclarınızda, yarpaqlarında, meyvələrində bu sadaladığım xəstəliklər var idisə, onların yarpaqları yerə tökülübsə, yarpaqları mütləq şəkildə torpaqdan yığışdırın, yandırın, torpağa bastırmayın. Çünki göbələk xəstəliklərinin sporları həminki yarpaqlarda var.
Meyvələr qalıbsa, tutam ki, çürümüş üzüm qalıbsa, çürümüş əncir qalıbsa, üzüm dedim artıq, alma, armud bir meyvə qalıbsa, mütləq şəkildə onları da yığın. Yığdınız, yandırdınız və ağaclarınızı dərmanladınız. Ondan sonra nə eləyirsiniz? Ağaclarınızı əhəngləyirsiniz. Sönmüş əhənglə. Dükanlarda satılır. Bahalı bir şey de deyil. Kiloqramı deyəsən 70 qəpikdir, nəsə elə bir şeydir. Əhəngi hazırlayırsınız. Əhəngin hazırlanma qaydası barədə videom var. Əhəngi aldığınız kiloqram neçə 1 kilo, 2 kilo bir qaba tökürsünüz. Üzərinə yavaş-yavaş su əlavə etməklə qarışdırırsınız. Çox duru bir maye almayın. Çox qatı da bir maye almayın. Çünki çox duru olanda effekti itir. Eyni zamanda da vurğulayım ki, əhəngin özü də bir fungusitdir. Deməli, monolyoz xəstəliklərinin profilaktikasında istifadə oluna bilir. Ağacın gövdəsində gizlənmiş göbələk xəstəliklərinin sporlarını da məhv etməyə qadirdir. Əgər özünüz hazır düzəldirsinizsə, özünüz düzəltmək istəyirsinizsə əhəng qarışığını, o zaman istifadə etdiyiniz və yaxud da düzəltdiyiniz qarışığın içinə 3,2%lik yağlılığında süd də əlavə eləyə bilərsiniz. Bu, onun ağaca yapışmasını möhkəmləndirir, yaxşılaşdırır. İçinə bu PVA kleyi də əlavə eləmək olar, amma PVA kleyi kimyəvi maddələrdən ibarət olduğu üçün tövsiyə edənlər də var, etməyənlər də var. Süddən istifadə eləsəz daha yaxşı olar və yaxud hazır maddələr, hazır əhəng satılır. Belə bir qabın içindədir. 3 kiloqramdır, hazırdır. Bunun keçən səfər videosunu paylaşmışdım. Bundan istifadə eləyə bilərsiniz, hazırdır. Bunun tərkibində sönmüş əhəng, rus dilində yazılıb, pentagidrat ilə dezinfeksiya eləmək üçün xloristi natriy. Bundan istifadə eləyə bilərsiniz. Keçək, bu oldu üçüncü. Ağacınızı əhəngləyəndə yerdən 60 santı, 80 santı hündürlüyündə eləmirsiniz. Ağac yerdən çıxdı, şaxələnən budaqlarına qədər, tam ki bu ağacdır, şaxələndi. Budaqlarını da bir 20-30 santı yuxarısına qədər əhəngləmək lazımdır. Yaxşıca əhəngləyirsiniz, əhəngləmə prosesi vurğulayım ki, bu ildə bir dəfə olmur, bir neçə dəfə olur. Bunu dedik. Üçüncü məsələ bu oldu. Hələ ki ağacların bəziləri ayılmayıb, düzdür, o günləri gördüm ki, məndə badam yoxdur, badam artıq çiçəkləməyə başlayıb, amma hələ ki ayılmayan ağaclar da var. Güllər də var, özüm elə qızıl gül almışam, qızıl gül əkmək fikrindəyim. Hələ ki ağac da əkə bilərsiniz, amma yerləşmə yerinizdən asılıdır. Çünki ağac əkdikdən sonra mütləq şəkildə ağaca su vermək lazımdır. Minimum bir 2 vedrə. Əgər gecələr şaxta olan zonadasınızsa, o verdiyiniz su donub ağacın kökünü zədələyə bilər. Yox, şaxtalı zonada deyilsinizsə, mərkəzə aran olsun, Abşeron olsun, bu zonadasınızsa, gecələr şaxta yoxdursa, ağac əkə bilərsiniz. Burada bir dənə də dərman var. Bir neçə video bundan qabaq, deməli, əlimdə bronzovkanın sürfəsini göstərdim və soruşdum ki, bu nədir? Videonun sonunda dedim ki, bunun nə olduğunu mən bilirəm, növbəti videoda göstərəcəm. Çox maraqlıdır ki, bronzovkanın sürfəsini göstərdim, böyük əksəriyyət yazdı ki, dana dişidir, dana dişinin sürfəsidir və belə deyək, 50-nin 50-yə yazdılar dana dişinin sürfəsidir. 50% yazdı ki, bəs bu may böcəyinin sürfəsidir. Halbuki bronzovkanın sürfəsini göstərirdim.
xüsusi vurğuluyurdum. Başına baxın, əllərinə baxın, vurğuluyurdum. Növbəti videoda o ikinci hissədə göstərdim, izah elədim. Tək-tük adam yazdı ki, bu bronzovkadır. İndi may böcəyi haqqında danışmaq istəyirəm. Deməli, may böcəyi çox dəhşətli bir. May böcəyi çox dəhşətli bir. Topi nə olub? Nə olub Topi? Gedib hara sürtünüb gəlmisən, indi dağızını təmizləyirsən. May böcəyi ağacın kökünü yeyir. Ağacın içinə girib özəyini yeyə gedir. Bunu eləyir may böcəyi. May böcəyinin bronzovkadan fərqi var. May böcəyinin başı da yekədir, qabaq əlləri də yekədir. Bronzovkanın başı balacadır və əlləri balacadır. May böcəyi çox dəhşətli bir həşəratdır. O ağacların köklərini yeyir. Ağacın içinə girib özəyini yeyir və ağacı məhv eləyir. Amma bronzovka ancaq ölü orqanika ilə qidalanır. Əsasən peynin içində olur və yaxud da torpağa apilka, ağac ovuntusu bastırmısınızsa onun içində olur. Fərqi budur. İndi əlimdəki dərman haqqında, niyə bunu əlimdə saxlamışam, onun haqqında danışım. Bunun tərkibi imidakloprid. Şəklini göstərəcəm, yazacağım videoda, narahat olmayın. İmidakloprid tərkibli insektisitdir. Adı da Starklopdur. Bu dərmandan varımdır. Əgər ağacınızın may böcəyinin sürfəsi tərəfindən kökünün yeyilməsini istəmirsinizsə, ağac əkərkən, bundan qabaqki videolarda danışmışam, ağac əkərkən hansı çalada, hansı ölçüdə çala qazılır, ağac necə əkilir və s. və axır demişdim ki, dərman da tökə bilərsiniz. Həminki dərman da tərkibi ana maddəsi imidakloprid olan dərmandır. İstifadə qaydası 10 millisini 10 litr suya qatıb ağac əkməyiniz üçün qazdığınız çalaya tökürsünüz və ondan sonra ağacınızı əkirsiniz. Əgər yeni əkildiyiniz ağacdan söhbət gedirsə. Yox, artıq misal üçün burada əkili bitkilər var. Şübhələnirsiniz ki, orada var. Onda yenə də 10 millisini 10 litr suya qarışdırıb ilk öncə ağacınızı, gülünüzü, kolunuzu adi su ilə suluyursunuz ki, torpaq sulansın. Ondan sonra bu Starklop adlı dərmanın 10 millisini 10 litr suya qarışdırıb verirsiniz ağaclarınızın, güllərinizin, kollarınızın dibinə. Bu qədər çox uzatmayayım. Bu may böcəyi haqqında biraz geniş danışdım. Məncə video biraz uzandı. Hərdən şikayət edirsiniz ki, çox danışırsınız. Yazda görüləsi olacaq işlər bunlardır. Deməli, indiki zamanda tumurcuq açmamış, mütləq şəkildə göbələk əleyhinə dərmanlayırsınız. Göstərdim sizə. Starkaptan tərkibi ana maddəsi kaptandır. Kaptan olan istənilən dərmandan istifadə edə bilərsiniz. Bordodur. Göydaşla əhəngin qarışığı istifadə edə bilərsiniz. Tapa bilmirsinizsə fungisit yazılı hər hansı bir dərmandan da istifadə edə bilərsiniz. Tumurcuq açmamış bir dəfə istifadə edirsiniz, tumurcuq partladı. Yarpaq açmağa çalışan ərəfədə yenə təkrar istifadə edirsiniz. Bir həftə 10 gün intervalla. Yox, elə bitkilər var ki, tutam ki, ərikdir, badamdır. Bunlar birbaşa çiçəkdən açırlar, sonra yarpaqlar verirlər. Onlar üçün çiçəklərinin açılmazdan qabaq üzərinə bor. Bordo yox ha, bor. Kimyəvi elementdir. Bor verirsiniz, sarı rəngdə maddə olur. Əvvəllər apteklərdə satılırdı bornaya kislata. İndi yığışdırılıb sadəcə olaraq bağçılıq dükanlarında bor adı ilə satılır. Tumurcuq, çiçək tumurcuğu açmamış 5 millisini 10 litr suya qatıb çiçəyin üzərinə vurursunuz. Çiçək açdı, artıq ləçəklərini tökmə ərəfəsində bir də təkrarlayırsınız. Bor neyniyir?
çiçəklərin üzərində olan erkək buynuzcuq və dişi borucuğun yaxşı inkişafına, yaxşı inkişaf etmiş, onlar da yaxşı mayalanmasına və ağacınız üzərində olan çiçəklərinin tökülməsinə yox, məhsul verməsinə gətirib çıxardır. Çox uzatmıram, bunlar haqqında hamısını danışmışam. Belə, əsas görüləcək işlər bunlar oldu. Bu qədər, deyəcəyim bu qədərdir, çox uzatdım. Əgər bəyəndinizsə, burada aşağılarda, sağda bəyən düyməsi var, bəyənmədinizsə dislike eləyə bilərsiniz. Şərhlərinizi yazın, gözləyirəm fikirlərinizi bildirin, bəlkə nəsə yadımdan çıxdı, çünki birbaşa danışdım, beynimdən danışdım. Və iradlarınızı da bildirə bilərsiniz, nə maraqlıdır sizə, onları da yaza bilərsiniz. İndi üzərlik haqqında bir video çəkəcəm. Üzərliklə bağlı şok bir məlumat əldə eləmişəm, onu çəkəcəm. Bu videodan sonra üzərlik barədə paylaşacağım. Belə, demək istədiyim bu qədərdir. Hövsələniz çatıb sona qədər dinlədinizsə sizə təşəkkür edirəm. Üzürlü sayın, tez-tez danışa bilmirəm. Nitq qüsurlu biriyəm. Teşekkürler.